hər oxuyan Molla Pənah olmaz. Bu deyimin bir versiyası Gəncədə yaranıb deyilir. Qazaq qəzasından Qarabağ yaylasına köç edən karvanın tərkibində olan Vaqif, karvan Gəncədə ləngidiyinə görə özünə münasib bir işlə məşğul olmaq və gündəliyini oradan çıxartmaq istəyir. Bir mollaxanaya uğrayır. Vaqif Qazaxda Daşdalaqlı kəndində ədəbiyyat, elm, təhsil, ictimai fikir tariximizdə adı keçən Şəfi Əfəndidən mükəmməl təhsil almışdı. Quranı bilirdi, hüsn-i xətti bilirdi və şeir yazırdı. Amma mollaxanada ona bildirirlər ki, ancaq məktubdarlıq yerimiz boşdur və Vaqif əlacısız qalıb buna razılaşır. Gəncədə olan məktubları, Gəncədə kim məktub yazdırmaq istəsə, Vaqif o məktubları yazır və əvəzində bir şahı alırmış. Bir dəfə bir qadın, qoca qarı çox müşkül bir işi üçün Gəncə xanına məktub yazdırır və özü məktubunu gətirir, xanın huzuruna gəlir. Xan məktubu oxuyur, qarının probleminin həllinin əmrini verir və ondan soruşur, bu məktubu sənin üçün kim yazıb? Qadın deyir ki, mollaxanadakı gənc molla yazıb. Molla Pənahı saraya gətirdir və ona deyir ki, bundan sonra mənə gələn məktubları sən yazacaqsan və əvəzində bir qızıl pul alacaqsan. Bundan sonra Vaqif nəinki Gəncədə, Gəncədən kənardan olanlar da məktublarını gətirib Vaqifə yazdırırmışlar və hər oxuyan Molla Pənah olmaz deyirmişlər. Yana göylərdədir şair xəyalın. Əzəldən hüdudu yoxdur kəmalın. Aha! Sınıyırdım idrakınızı, doğrudan bir şair görürəm sizi. Xoşbaxt xalq eyləmişsiz yaradan. İkinci versiyada isə bu söz Şuşada yaranıb. Vaqif qeyri-adi bir şəxsiyyət idi. O həm şair idi, həm ictimai xadim idi, siyasi xadim idi. Eyni zamanda molla titulu alacaq dərəcədə ruhani idi. Demək, həm ruhaniyyət, həm siyasət, həm ədəbiyyat bir şəxsiyyətdə birləşmişdi və bu çox qeyri-adi fakt idi. Ona görə el arasında deyirmişlər ki, hər oxuyan Molla Pənah olmaz.